Ada baxın, əcəb sandal. Əcəb sandal. Əslində araşdırmaq lazımdır ki, deyiliş nəyə görə belədir. Mükəmməl bir yeməkdir, mükəmməl bir resepti, qədim yeməkdir. Gəlin bir yerdə hazırlayaq. Pomidorları düzürük. Badımcanlar əlavə olunur. Gördüyünüz kimi kartoşkanı əlavə edirik. Biberlər əlavə olunur. Soğan əlavə olundu. Duzunu vururuq. Görürsünüz, həqiqətən də aşpazlar əli ilə duzu istiyotu səpməlidir ki, məhz burada deyirlər, aşpazın əlinin duzu. Duzunu istiyotunu da əlavə etdik. Göyərçisini də əlavə edirik. Suyunu əlavə edirik. Ağzını örtürük və gözləyirik. Bu mükəmməl yeməyi inanıram sizə bundan yaxşı alacaq. Bəh. Ürəyi necə döyünür?